Hamınızı kanalda xoş gördüm. Yeni vloga xoş gəlmisiniz və bugün yeni bir vlogumuz Azərbaycanın cənub rayonlarındandır. Lerikdən keçir yolum. Cənub torpaqlarımıza olan heyranlığım davam edir. Keçənlərdə çox gözəl bir kənd kəşf elədim. Kəndin içində gözəl bir şirin ev kəşf elədim. Bunun xırda bir videolarını paylaşmışdım sosial şəbəkələrimdə. YouTube'da həmçinin shorts versiyası da var idi. Lakin o zaman günüm çox az idi. Cəmi bir günə geniş bir vlog çəkmək olmazdı. Və oturub yalnız o günləri gözlədim, saydım, elədim ki, yenidən nə vaxt bu kəndə qayıdacağam. Bura Lerikin Veri kəndidir. Talış dilində veri yuxarı mənasını verir. Bir avasitə mənada yuxarıda yerləşən kənd anlamına gəlir. Həqiqətən də kənd yuxarıdadır. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Pirana kimi gəlirsiniz. Pirandan sonra çox çətin hissə başlayır. İnşallah çox ümid edirəm ki, ən böyük ümidim, ən böyük istəyim hər zaman odur ki, insanların yaşayışına, rahatlığını yoldan başlayır və birinci bu kənd yolları öz rahatlığına, öz sərgəsinə qovuşsun. Bir qədər Pirandan uzanan və ta ki Veriyə kimi gələn yol narahat yoldur, hündür yoldur, lakin kərkötür yoldur. Bu da maşınların gediş-gəlişinə çox mane olur. Lakin bütün bu çətinliyə baxmayaraq bir insan, bir fərd nə edə bilər? Bir fərdin təşəbbüsü nəyə gətirib çıxara bilər? Veridə onun yenidən bir şahidi oluruq. Burada dağlar qoynunda, təbiət qoynunda, gündə 5 dəfə dəyişən havanın fonunda çox şirin bir ev yaradılıb ki, bu da demək olar ki, son bir neçə ayda Verini diqqət mərkəzinə saxlayır. Yaradıcısı dostumuzdur. Çox gözəl bir insandır. Özü, ailəsi, insanlara münasibəti, qayğısı çox uzatmadan Lerikin Veri kəndindən başlayaraq kanalda yeni vloga xoş gəlmisiniz deyirəm və gəlin sizi dağlar qoynunda yerləşən bu gözəl həyət və bu gözəl evlə və o gözəl evin gözəl insanları ilə tanış edim. Bir neçə vlog hazırlayacağım. Kənd özü də çox qədimdir, amma hər şeyə sıra-sıra getdik. Buraq və evə xoş gəlmişik. Artıq girən kimi güllər, çiçəklər, ətrafdakı sakitlik inanılmazdır. Ancaq quşların səsi gəlir və buranın özəlliyi gündə bir neçə dəfə dəyişən havadır. Mən gələndə hava çox isti idi. İndi artıq dağlardan duman gəlməyə hazırlaşır. Keçən ümumiyyətlə yağışlı idi və bizi qapıda belə bir gözəl, şirin ev qarşılayır və bizim də indi əsas niyyətimiz bu evin fikri necə yarandı, necə bu ev ərsəyə gəldi, onu aydınlaşdırmaqdır. Gedək onun sahibi ilə tanış olaq. Salam əleyküm. Əleyküm salam. Çox keçmədi, qayıtdım. Xoş gəlmisiniz. Xoş gördük Fuad, necəsən? Çox sağ ol İrədə xanım. Siz necəsiniz? Mən də yaxşıyam, həmd olsun. Deyirəm ki, az yerlər var ki, ora bir gedəndən sonra bir də təkrar qayıtmaq istəyirəm. Uzun bir zaman lazım olur. Son illərdə belə bir ürəyimdə yeri sım qoymuşdu və keçən həftə yox, 1-2-3 həftə əvvəl xaricdən qonaqlarımı gətirdim bura. Vaxtımız az idi, amma gələn kimi də heyran oldum. Kəndin gözəlliyinə, sakitliyinə, bu yaratdığın gözəl evə, onun huzuruna, sizlərin o qonaqpərvərliyiniz inanılmaz idi. Təşəkkürlər. Belə olmuşuqsa, xoş halımıza. Fuad bizim çoxdankı dostumuzdur. İllərə dayanan sosial şəbəkədən dostluğumuz var. Özü də çox mehriban insandır, maşallah. Bütün çevrə, hamı bir-birini tanıyır. Kitab sərgilərim olurdu, heç birini qaçırmırdı. Mən belə şeylərə çox dəyər verirəm. Və ondan sonra keçənlərdə gözəl ailəsinə tanış olduq. Və mən həmişə deyirəm, torpaq eləyən insandır, insanların gülər üzlüyü. Biz o mehribançılığımız olmasa da bəlkə elə gəlib gedərdik də, amma Bu, ümumiyyətlə, bu zonada qonağın xüsusi hörməti vardır. Yəni, bizdə qonağı ən baş köşəyə verəcəklər, otuzdurarlar və evin ən gözəl yorğanın, yatağın olsun sərərlər, ən gözəl neymətin qonağa verərlər. Yəni, bir növ qonaq üçün baş tacıdır. Allah sizdən razı olsun. İndi birazdan qəşəng çay içərək. Bu ev necə ərsəyə gəldi? İnşallah çay süfrəsinin Bir söhbət eləyərik, hə. Çünki məsələn bir musiqi dinləyəndə mən həmişə maraqlı gəlir ki, necə oldu bu bəstəkar belə bir musiqini yaratmaq eşqinə düşdü. Bir necə oldu rəssama bu bir ab-hava gəldi, bir rəsmi çəkdi, çox gözəl məşhur rəsmləri. Bizim də bu evin o gözəlliyinin bir səbəbi var. Necə oldu? Biz indi hələ bir evin içində göstərəcəyik. Təbiət eşqi və bizim kökümüzə
söykənən, yəni milli kimliyimiz. Ən gözəli. Bəli. Fuad bu evin adını İqamətgah Pirani qoyub sosial Bəli, şəbəkələrdə. bura Piran zonası olduğu üçün Lərikin bir neçə zonası var ki, Zuvandır. Burada Piran zonası olduğu üçün elə evin adını da ona uyğun İqamətgah Pirani qoydum ki, bir elmə, obama bir töhfəsi olsun. Amma sən mənə bağışlayırsan, mən bu evi, bir balaca qız var, onun adı ilə tanıyıram. Süreyyanın evi. Bu Süreyyadır. Salam Süreyya. Biz indi Süreyya ilə çəmənliyə gedəcəyik. Bu isə Əlidir. Salam Əli. Mən keçən dəfə Süreyyanı çox sevdim və ondan sonra bu evə Süreyyanın evi adını verdim. Ona görə bağışlayarsan. İndi biz Süreyya ilə çəmənliyə gedəcəyik, hə qızım? Hə. Hələlik gedək evinizdə tanış olaq. Kömək edirsən mən evinlə tanış olmağa? Getdik. Evinizi göstərəcəksən mənə? Sevirsən buranı? Geç. Salam, evin xanımı da buradadır. Sağ olun, hoş geldiniz. Hoş gördük. Necəsiz? Çok sağ olun, siz necəsiniz? Yaxşıyam. Həmişə siz gələsiniz. Can, çox sağ olun. Salam Tünzarə xanım, necəsiz? Bizə qəşəng dadlı yeməklər pişirmişdi. Bu gözəl bir evinizdir. Mən indi videonun kameranı götürəcəm və çox istəyirəm ki, Fuad milli dəyərlərdə olduğu bu evin hekayəsini bizim üçün danışsın. Bu evin hekayəsi mənim kəndə olan sevgimdən yarandı və kənddə dedim ki, belə bir ev ərsəyi gətirim ki, həm özümüz üçün kənd evi olsun, həm də ki, kəndimə bir töhfə versin. Maşallah. Və insanların diqqətini yad memarlıq üslublara yox, birbaşa özümüzün qədim memarlıq üslubuna cəlb etdim bir növ. Burada biraz belə qaşqay və gilan elementləri də görsənir. Ümumiyyətlə, şərqdə demək olar ki, memarlıq üslubları hamısı bir-birinə yaxındırlar, bəli. Yəni, demək olar ki, oxşarlıq çoxdur. Və diqqətimi keçən dəfə nə çəkmişdi? Siz bura masa və stul qoymamısınız. Bəli, kənd evində Özümüzə qayıdıq. Bəli, özümüzə qayıdıq. Daha rahat, daha sağlam. Məncə də. Bəli. Elə bir yeyilən yemək də elə onda daha dadlı olur. Düzü Tünzar xanım da çox dadlı pişirir. Bəli, Amma yerdən oturmaq həm biraz mehribançılıqdır. Əlinin ləzzəti, duzu çox dadlıdır. Bir də burada diqqətimi bu kasalar çəkir. Burada çox qəşəng kasalar var. Mən bu səhnəni 2017-ci ildə İsmailinin Tağlabiyan kəndi var idi, orada görmüşdüm. Və sonra keçən dəfə sizdə gördüm belə kasaların yığılmasını. Kasalar da mamanın gəlinlik cehizləridir. İndiyə kimi qoruyub biz saxlamışıq və burada da gətirdik, üst köşədə bir yerdə yerləşdirdik. Bizdə rəfələr deyərlər. Rəfə? Təxçə, rəfə deyərlər və belə bir rəng qatdılar onlarda. Qəşəng də maraqlıdır. Bəs corablar? Corablar mənim öz sevgimdən irəli gəlir. Həm bizim toxuculuq mədəniyyətimiz, həm də ki, mən qışda geyinib onları, qarda gəzməyi, qaloşla oturmağı çox sevirəm. Nə bilim, ruhuma yaxın bilirəm onları. Bəlkə də bizim o keçmişimizə, o irsən, nə bilim, genimizə işləyib o və məxsusi sevgim var bunlara. Ona görə də alıb növbənöv naxışlı olanlarını evdə belə asmışam. Keçən dəfə mənim də xeyri, bizim də mənim və qonağımın da ayaqlarımızı sitdi. Hava inanılmaz sərin idi. Bəli. Süreyya sualım var. Süreyya, sevirsən buranı? Hə. Buranı sevirsən, şəhəri sevirsən? Buranı. Yay da gəldi, artıq tez-tez gələcəksən, hə? Sənin bir dənə də itin var. Adı nədir itin? Muqili. İndi Muqili ilə tanış olacağıq, hə? Amma Muqili səni daha çox sevir, nəinki məni. Mənim üstümə hürür. Yəqin məni tanımır. Hə? Hə. Süreyyanın cavabları konkret və lakanikdir. Hər şey burada çox gözəldir. Fuad, yəqin ki, sual gələcək, təbii bir haldır. Hazır. Ki siz bu evdə gəlib qalmaq olarmı, yerləşmək olarmı? Bu evin konsepti nədir? Onun haqqında da məlumat verməni istəyirəm. Konsepti odur ki, yəni səliqəli, yəni əsasən bizdə təmizliyə fikir verən insanlar olduğumuz üçün təmizlik üçün önəmlidir. Gəlsinlər, təmizliyə riayət edən qonaqlar da gəlib qala. Bizlə də gəlib qalırlar, özləri də elə bil ki, tək qalırlar. Elə də verirsiniz. Yəni kim istəyirsə ki, bütün evi götürmək, siz onda gedirsiniz. Bəli, bəli. Biz özümüz evdən çıxırıq və
tam onların ixtiyarına veririk. Mən bu videonun altında sənin nömrəni də qoyacağam. Zaten Astarada Şakirlə Ruslan dayın nömrələrini də elə qoyuram. Kim istəsə sənin özündən birbaşa əlaqə saxlayar. Olar. İcazə ilə mən yuxarı mərtəbəni də tanış eləyim. Ondan sonra gedək çay çək. Bu Bakının küləyidir. Bugün Bakıda bir küləyi var. Dənizdə. Hə, Xəzərdən. Fuad özü mühəndisdir və memar deyək. Eyni zamanda inşaat işinə də məşğul olur. Mamanın əl işləridir. Yerdəki gilim Bu. mamanın 80-cı illərdə. Allah ona can sağlığı versin. Gilimdir. Tarixin də üstündə özü yazıb. Bəh, bəh, bəh. Nə qadınlarımız olubdur. Hə, burada yazılıb 1981 adıdır. Bu bir evin ikinci mərtəbəsidir. Burada belə bir şərait. Mən kompüter gətirmişəm. Axşam burada oturub işləyəcəm. Belə bir qamaq qoyub. Bayaq aşağıdaydıq. Görüntü çox gözəldir. Keçən dəfə bura bir duman gəldi, bir yağış gəldi. Arada bir açıldı. Pəncərə açılan kimi açıldı və inanılmaz bir mənzərə var idi. Burada ikinci mərtəbədə iki belə yataq otağı var. İndi otağın birini mənə veriblər. Bu burada bir kravatdır. İkinci bir saniyə göstərim. İkinci yataq otağında isə döşəklər yerdəndir və ənənəvi belə çoxlu döşək və balışlar da var ki, qonaqlar çox olanda rahat qala bilsinlər. Ümumiyyətlə ev çox huzurludur və burada hər şey stoplayırsan. Burada digər kəndlərimizdən fərqli cəhət nədir? Yüksək sürətli internet də var. Yəni ona görə mən bugün özümdən kompüterdə gətirmişəm ki, işlərimi rahat görə bilərəm. Kitab gətirin, qəşəng oturursan, dağlara baxa-baxa kitab oxuyursan, işlərimi görürsən, qəşəng videolar çəkirsən və Süreyya ilə gəzintiyə çıxırsan. Gedək gəzək? Vaxt gəzməyindir. Çayımız da, çay dəmlədim bizə. Bəli. Bu sehirli çayına qatdın. Sehirli çaya qatdım hil. Aha. Qatdım ona qızılgül. Aha. Qızılgüldən, bu da qızılgül. Sonra qatdım ona badyam, anis də deyirlər. Buradan nə qatdıq? Yox, buradan heç nə qatmadıq hələ ki. Qatmaq olar əksinə əslində. Hər dəfə hamısını da daha yox da. Hər dəfə bir neçəsini qatırsan. Çayı həqiqi çay eləyir. Təbii çay. Bir də bahalı bir çay var. Hə, o oligarxik çaydır. Zəfəran çayı. Hazırlayıb sənin üçün o zəfəranlı çaydan. Bizə keçən dəfə hazırlamışdı. Çox dadlı çaydır. Mən İsfahanda, Nəqşicahan meydanında bir dənə şərbət içmişdim. Balaca bir kafe idi. Adını qoymuşlar Miraz. Ancaq şərbət verilir və menyu Səfəvi menyusu idi. Şərbətlər də çox o qədər maraqlı idi. Həqiqətən də bizim keçmiş o istər çay mətbəximiz olsun, istər yemək mətbəximiz möhtəşəm olub da. Həqiqətən. Biz unutmuşuq, amma bu Təbriz tərəfdə, məsəl üçün bizim bu götürək İran tərəf talışları, onların menyusunda çeşid daha çoxdur. Bizdə unudulmuş yeməklər var, amma onlar hələ də onları yaşadırlar. Var o keçən dəfə hazırladığım zəfəran çayı həmin şərbətin dadını verirdim. Bəli. İndi bu çay maraqlıdır. Zəfəran kompotu da eləyirlər. Zəfəranla limon da atırlar içinə. Zəfəran kompotu düzəldir. Orası məncə zəfəran qatmışdın o çaya? Yox, onda zəfəran da var idi, onda mixey var idi. Elə bir ki, çox adamın zəfəran biraz yod iyinə bənzər iyi verdiyi üçün çox adam götürmür onu. Ona görə də onun iyini elə bir ki, balanslaşdırmaq üçün bir başqa da ona ədviyyat qatırsan ki, həm asarti olur da, dadı biraz da gözəl olur, həm də ki, hamı içə bilir. Sən çay xoşdursan, su xoşdursan? Çay. Çay? Nə gözəl, bizim adamsan. Eşq olsun. Nə vaxt, nə qədər hazır olar? 1-2 dəqiqə hazır olur. Yaxşı, gözləyəcək. Aha, çayımız hazırdır, hə? Bəli, çayımız hazır. Bəh. Rəngi ədviyyatlı. Qoxusu bura kimi gəldi. Öyrəşmişik ot deyəndə acı kəklikli çay içməyə. Hə, o standart bir şeydir. Mən standartlarla getmirəm. Mənim özümün standartlarım var. Allah.
Fuad, çaşıb şirbirci olarsan, öz standartlarından danışırsan. Elədir. Şirbircini birinci verən amil öz standartlarına olmaz. Təkcarçılığı həyatda sevmirəm ki, hamı gedən yolla da getmirəm. O öz yerində, o çox gözəl bir yoldur. Bəh, əllərinə sağlıq. Nuş olsun. Sürəyyə də çay tökdük. Sürüş nə qəşəng abodokum var. Mənim bir yaxın rəfiqəm var, Sürəyyə. Fuad tanıyır. Biz hamımız çevrədən, camiədən bir dostluq. Sürəyyə o gün deyirəm ki, bax mənim artıq yeni bir Sürəyyə adında rəfiqəm də oldu. Hə, sürüş. Sürüş yuxusuzdur məncə. Çünki səhər saat 4-dən mənim hər də həyatımda səhər saat 4-dən durub Azərbaycan hansı bir yerə getməyim olmamışdı. Burada yaşadınız. Vallahi. Əslində yatsan, elə bir ki, yorğun olmasan, elə tezdən bir yerə çatmaq daha gözəldir ki, nə ki gəlib gün ortaya, gün bitir də. Zaten biz misal saat 6-da 7-də çıxdığım olub da, yəni çox gec, ondan gec çıxmağı xoşlamıram özümdə, amma saat 4-də çıxdığım heç olmamışdı. Bizdə hər gün binədən vitolar gəlir, Lerikə, Pirana. Pirana gəlir. Bəli, Pirana da gəlir, Lerikin özünə də gedir, fərqli istiqamətlərə. Bəs veriyə gəlmək istəyənlər Pirana nəyə minsinlər? Pirandan öz şəxsi maşınları ilə də gələ bilərlər. Sedan gələ bilmir. Yollar Belə biz özümüz də müraciət edəndə onlar üçün kənddən ödənişli maşın yollayırıq. Əla. Bəli. Nuş olsun. Kənddə yavaş-yavaş axşam düşür. Tünzələ xan bizim üçün qəşəng aş dəmə qoyub. Günortadan qalma ləvəngimiz var. Kartofla badımcan ləvəngisi. Bir də çölməmiz var. Bəh. Bir dənə balığımız var, hə? Balığın axşamı sabah. Balıq da sabahım. Əllərin qızıldır sənin. Allah sənin canını sağ eləsin. Allah